And içir və şəmsi və duhaha vəl qəməri izə təlaha və nəhari izə cəllaha. And içir. And olsun günəşə, and olsun gecəyə, and olsun gündüzə, and olsun nəfsə, insan nəfsinə. And içir, and içir, and içir, and içir. Axırda gəlir Şəms surəsində. Qəd əfləhə mən zəqqaha. Kim özünü paklaşdırsa, xoşbəxt olacaq. O xoşbəxt olacaq. Və qəd xabə mən dəssaha. Bunun da əksi bədbəxt olacaq. İndi sual, özünü paklaşdırmaq nə deməkdir? Cavab. Bu məntiqlə, əgər bir insan dünyanın ən varlı adamı olsa, amma o insan cinayətkar olsa, Quran deyir ki, o bədbəxt adamdır, xoşbəxt adam deyil. Bu bir məsələ. İkinci, Həzrət Əlidən məşhur cümlə, Həzrət Əli ki, vurulur məsciddə. Fustu və Rəbbil Kəbə. Kəbənin Rəbbinə and olsun, xoşbəxt oldum. Bu da onu göstərir ki, bir insan hətta ağrının o ən şiddətli vaxtında da Xoşbəxt ola bilər. özünü xoşbəxt hiss eləyə bilər. Bəli. İndi bu hansı xoşbəxtlikdir? Qəşəng. Hansı xoşbəxtlikdir? Bu da başqa bir mövzudur. Bu da başqa bir mövzudur. Məsələn, mənə görə şəhid xoşbəxtdir. Mənə görə yox, ümumiyyətlə bu məntiqə görə şəhid xoşbəxtdir. Və şəhadətə gedən insan, 5 il bundan qabaq gördük də hələ bunu. Uzaq keçmiş deyil. 2020-ci ilin 2-ci Qarabağ müharibəsində. Bəli. Şəhadətə gedən o igidlərimizdən həmin o anda yaxınlaşıb müsahibə alan olsaydı, adam həmin anda özünü bədbəxt hiss eləməzdi. Bu şübhə eləmirəm mən. Ümumiyyətlə, özünü bədbəxt hiss edən adam şəhadətə getməz. Düzdür. Heç vaxt. Düzdür. Şəhadətə gedən adam könüllü olaraq bu məqamı seçən insan özünü bədbəxt hiss edə bilməz. O prosesin özündə. Bu dəhşətli bir söhbətdir.